tamaşaçılarımız, biz bugün Ağdam rayonunun Xındırıstan kəndində gözəl, ziyalı bir müəllimimizin evində qonaq. Müəllimə, özünüzü təqdim edəcəksiniz. Tağıyeva Ofeliya Məhəmməd qızı. Neçə fəaliyyətdə olmuşsunuz müəllim? 45 il fəaliyyətdə olmuşam. Həyat fəaliyyətinizdən biraz bizə danışardınız. 1955-ci ildə Ağdam rayonunun Füzuli rayonunun Alxanlı kəndə adam olmuşam. Ailə qurmaq vəziyyəti ilə mən Ağdam rayonunun Xındırıstan kəndinə gəlib köçmüşəm. Köçən bir aydan da Xındırıstan kənd tam orta məktəbində sinif müəlliməsi işləmişəm. Çox gözəl. Müəllimə, neçə evladınız var? 5 evladım var. İkisi oğlandı, 3'ü qızdı. Sizin yolunuzu davam elətdirənlər var? Bəli, nəvələrim davam elətdirir. Neçə? 5 nəvəm universitet qutarıb. Hətta Türkiyədə magistran qutarıblar. Nəticəniz var mı? Bəli, 3 nəticəm var. Allah Üçü də oğlandı. Həyat fəaliyyətinizdə nə kimi uğurlarınız? Həyat fəaliyyətimdə mən məktəbdə işləyərkən də, o məktəbdə işləyərkən mən məktəbdə çox yaxşı, özümü tərifləmirəm, amma çox yaxşı Biz günlərim sizi oldu. maraqlandıq, sizin haqqınızda bizə çox gözəl rəylər bildirildi. Demək olar ki, məktəbdə birinci sinifi götürmə vaxtında bütün valideynlər istərdi ki, gəlib mənim sinifimə uşaqları yığalar. Bugün sizin dərs dediyiniz şagirdlərinizdən hansılar sizin yolunuzu davam elətdirirlər? Çoxu. Məsələn, Mirzəyevə Vüsalə, Yusif qızı, onu deyirəm də, hətta birinci onu deyirəm. O saat Bakıya köçübdü, orada ad sanalıqdır, məktəb bütün repetitorluq da eləyir, rus dili müəllimidir, hətta Azərbaycan dili dərs keçir. Hal-hazırda sizə baxan, dərs dediyiniz şagirdləriniz baxır. Onlara nə kimi sözləriniz olardı? Onlara mən sözüm odur ki, oxumaq yaxşı şeydir, təhsil alsınlar, yaxşı oxusunlar. Hətta mənim öz nəvəmə, 3 nəvəmə özüm dəstəymişəm. Siz hal-hazırda şagirdlərə... Hal-hazırda da şagirdlərə mən burada tövsiyə verirəm, nəsiyyət verirəm ki, oxumaq yaxşı şeydir, oxuyun, təhsil alın. Çox gözəl. Evlatlarınızdan sizin yolunuzu davam elətdirənlər olmayıb deyirsiniz. Olmayıb, amma nəvələrim Amma adlarını bilmək istəyərdik. Gülnar, Günəş, Elnurə, Hafiz, Talih. Çox gözəl. Nəvələrinizdən yolunuzu davam elətdirənlər? Bəli, nəvələrimdən yolumu davam elətdirənlər var. Əlişov Emin Elçinoğlu Türkiyədə magistranı qutarıb. Əlişova Zeynəb Elçin qızı Türkiyədə magistranı qutarıb. Buradan gələcəkdə olan şagirdlərinizə nə tövsiyələr bildirərdiniz? Gələcəkdə olan şagirdlərimə, hətta öz nəvələrimə də tövsiyələr eləyərəm ki, oxusunlar. Oxumaq yaxşıdır. Yəni, gələcəkdə yaxşı qazanarsan, uşağını saxlayarsan, övladlarını saxlayarsan, heç kəsə möhtacın olmaz. Bizə sizin kimi gözəl, dəyərli bir müəllimimizlə həmsöhbət olmağımız bizim üçün fəxirdir. Belə dəyərli müəllimlərimiz çox olsunlar. Allah sizləri var eləsin. Çox sağ olun müəllim. Təşəkkürümüzü bildiririk ki, bizimlə. Siz də çox sağ olun gəldiyinizə görə, məni yada saldığınıza görə. Sizə təşəkkürümü bildirirəm. Var olun, sağ olun. Yeni ilinizi də təbrik edirəm sizin. Əvvəlcə onu deməliydim. Yeni ilinizi təbrik edirəm sizi. Neçə bilirlər görəsiniz. Allah sizi xoşbəxt eləsin. Çox sağ olun. Var olun, sağ olun ki, gəlib yəni bizim kimi veteranları yada salmışsınız. Çox sağ olun, biz də sizə təşəkkür